dırnaqdan açın və yazın. Yəni, gəlin əvvəlin köməyi ilə ola bilər ki, keçməyənlər var. He asked ilə başlayacağıq. He asked, çünki əmr cümləsidir. Say fiili ask, order, want və s. belə şeylərdən çevrilə bilər. Buyurun, çevirin. O mənə dedi də, he asked me. Me-ni də yazdım. O mənə əmr elədi ki, əmr eləmək deyəndə, yəni belə əmr eləmək yoxdur. Yəni əmr cümləsi əmri bildirir, xahiş, istəyi. He asked me to go and bring. He asked me to go and bring. Xahiş edirəm, axırına qədər yazın. Çünki direct indirect speechdə düz axırıncı nöqtəsinə qədər cümləni oxumaq lazımdır. Axırına kimi yazmasaz və oxumasaz o cümlə səhv çıxa bilər. Axırına kimi yazın, mən görürüm ki, düzdür, yox səhvdir. He asked me to go and bring him some water. Super. Banu, məndə Banu yoxdur. Kimdir Banu? Super. He asked me to go and bring. Şirin. Bu kim üçün istəyib? O deyib də, kişi dedi ki, mənə gətir. Kimə gətirəcəkdim? Kişiyə. Him. Some water. Yaxşı. He asked me to go and bring him some water. Super. Lamiyə xanım. Əla. Yəni bunu bilmək istəyirdim sizdən. Düzdür, burada əvəzli gördüm ki, yazmamısınız. Biriniz yazmısınız ki, he asked me to go and bring some water. Bu əvəzliyi niyə itirdiniz ki? Direct indirect speechdə ən vacib məsələlərdən biri əvəzliyi başdakı şəxsə düzgün uyğunlaşdırmaqdır. Bu kimdir? Bu kimə deyir su gətir? Özünə deyir də. Him, ona. İndi fikir verin. Go nəyə çevrildi? To go. To go. And həmin o anddir, bizim bağlayıcımızdır. Bring neynədik? Bring elə bring kimi qaldı. Yaxşı. Super. Düzgün yazmısınız. Əla. Alqışladım sizi. Deməli, direct indirect speechdə bax belə suallar qarşınıza çıxacaq. Özdə direct indirectə çatanda bax dönə-dönə deyəcəm ki, mütləq lap belə bax bura qədər oxudun, tutaq ki. Oy, bax bura qədər oxudum. Hə, hər şey əladır, götürüm. Yox, axıra kimi oxu. Bəlkə əvəzliyi səhvdir. Bəlkə nə bilim cümlənin axırında nəyisə yeyibdir, səhvdir. Ona görə də mütləq istər direct ümumiyyətlə nə cümlə olur olsun, testdə nə olur olsun, həmişə bax bu nöqtə var ha. Bax düz bax bura qədər oxuyun. Əgər bura qədər oxumasaz, sonra peşman olasınız. Bax burada eyni qaydanı tətbiq edirsiniz. Dırnağın içində əmr cümləsi varsa, dırnaqdan açılanda to-lu infinitivlə açılır və əgər dırnağın içində 2 dənə əmrdə olan fiil varsa, and-lə birləşirsə, birincisi to-lu infinitiv kimi açılacaq, ikincisində isə to ixtisar olunur. Əslində burada da cümlənin altında to var. Prosta o ixtisar olunur. Yaxşı, əslində burada var. Prosta ixtisar olunur və bare infinitiv kimi işlənir. Burasını başa düşdük. Bax gələcəkdə o lazım olacaq sizə. Elə bir ki, səhv eləyirlər. Bax belə variant yazırlar ha. To go and to bring. Və deyirlər ki, biz öyrəndik ki, əmrdə to-lu infinitiv. Onda bunu da to-lu infinitiv eləyim, bunu da to-lu və tərslikdən mütləq bax belə bir variant olur. Amma yadına salanda ki, əzizim, objektə öyrənmişdik ki, birinci to qalır, ikincisi deyir. Bilirdim onu. Deməli bu oymuş. Hə, elə bax odur. Yaxşı.